Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve nabiyyina ve habibi kulubina ve tabibi nufusina Abil Kasimi Mustafa Muhammed ve ala ehli beytihi tayyibin tahirin el ma'sumin. Salam az ve muhterem Müslümanlar. Bugünkü programın konusu, bugünkü verilişimizin mövzusu İmam Cəfər Sadiq əleyhissalamın tarixdə edəcəyi və görəcəyi mühüm işlərə haqqında olacaq. Yəni İmam Cəfər Sadiq əleyhissalam tarixdə hansı mühüm işlər yerinə yetirib? İstəyirik bu barədə bir qədər danışaq. Əlbəttə, hər bir imam öz dövründə Peyğəmbər sallallahu aleyhdən sonra İmam Əlidən ta İmam Mehdi Əcəllallahu Teala Fərəcəhu Şərifə qədər hər bir imam öz boynuna düşən görəvi, vəzifəsini layiqincə yerinə gətirib və öhdəsinə düşən vəzifələrə əməl edibdir. Amma bəzi imamların dövrü çox sıxıntılı, problemli dövr olduğu üçün imamlar boyunların düşən vəzifələr yerinə gətirsələr də İslam üçün, müsəlmanlar üçün şərait imkan verməyibdir. Onlar kafi həddində müsəlmanlara xidmət edə bilsinlər. Yəni, hər bir imamın dövrü fərqli olub. İmam Cəfər Sadiq əleyhissalamın dövrü digər imamların dövrü ilə bir qədər fərqli idi. Yəni, İmam Cəfər Sadiq əleyhissalamın dövründə vəziyyət, şərait bir cür idi ki, İmam Cəfər Sadiq əleyhissalam digər imamlara qiyasda, digər imamlara müqayisədə daha çox işlər görməyə müvəffəq oldu. İmam Cəfər Sadiq əleyhissalamın tarixdə görəcəyi çox işlər oldu. Yəni, hizmətləri, İslama, Qurana, müsəlmanlar olan xidmətləri çox olubdu. Amma mən istədim 5 dənəsinə işarə edəm. İmam Cəfər Sadiq əleyhissalam öz imamət dövründə hansı mühim görevləri, vəzifələri və hizmətləri İslama, Allah dininə hansı mühim hizmətlər yerinə gətirir? İstəyirəm bu haqda bir qədər danışaq. Ən birinci və ən mühim İmam Cəfər Sadiq əleyhissalamın yaptığı işlərdən birincisi, yerinə gətirdiyi işlərdən birincisi bu oldu ki, İmam Cəfər Sadiq əleyhissalam üçün bir şərait yarandı. İmam Cəfər Sadiq əleyhissalam Qur'anın təfsiri ilə daha dərindən məşğul ola bildi. Qur'anın açıqlaması, Qur'anın izahı ilə daha çox məşğul olmağa müvəffəq oldu. İmam Cəfər Sadiq əleyhissalamın əgər biz həyatına baxsaq, hətta bugünkü kitablarda biz diqqət etsək, görərik ki, İmam Cəfər Sadiq əleyhissalamdan yüzlərlə və bəlkə də minlərlə hədis var. Onların da bir çoxu Qur'anın izahı, Qur'anın təfsiri haqqındadır. 100 sənə, 100 il İmam Cəfər Sadiqin dövründə 100 il geçmişdi Qur'anın nazil olmasını. Yəni, Qur'an nazil oldu Peyğəmbərimizə. İmam Cəfər Sadiq zamanı yetişənə qədər 100 il geçmişdi. O 100 il geçməyinə baxmayaraq İmam Cəfər Sadiq əleyhissalam öz dövründə o 100 ildə olan Qur'anla ilgili olan, Qur'anın təfsiri ilə olan ilgili problemləri, sıxıntıları, yanlış anlaşılmaları kəndi dövründə hall etdi. Çünki o dövrdə İmam Cəfər Sadiqə qədər hər kəs Qur'anın təfsirini kəndi düşündüyü, kəndi düşünmək istədiyi kimi təfsir edərdi. İnsanları anlatardı, insanları başa salardı. Amma İmam Cəfər Sadiq əleyhissalam fürsətdən istifadə etdi. İnsanların kəndi istəkləri üçün, öz çıxarları üçün Qur'anın təfsirinin qarşısını aldı və doğru dürüst olaraq Qur'anı təfsir etdi. Əgər biz təfsir kitablarına baxsaq, hədis kitablarına baxsaq, görərik ki, bir çox hədislər Qaləs Sadiq, yəni İmam Sadiq belə buyurdu. Yəni, hədislərin bir çoxusunda Qur'anın təfsiri ilə ilgili olan hədislər görsək, bir çoxu İmam Cəfər Sadiq əleyhissalamın dövrünə təsadüf edir. Yəni, İmam Cəfər Sadiqin ən mühim işlərindən biri Qur'anı olduğu kimi insanlara təfsir etmək və açıqlamaq oldu. İkinci, İmam Cəfər Sadiq əleyhissalamın gördüyü işlərin ən əhəmiyyətlisi
və ən mühimi Peyğəmbərin sünnəsini ihya etmək, Peyğəmbərin sünnəsini diriltmək idi. Biz baxsaq tarixə, İmam Cəfər Sadiq əleyhissalamın yaşadığı dövr elə bir dövr idi ki, Peyğəmbər salavatullah aleyhin vəfatından 100 sənə, 100 il keçmişdi. Bir çoxları abdest alarkən, dəstəmaz alarkən yanlışa yol verərdi. Bir çoxları namaz qılarkən yanlışa yol verərdi. İmam Cəfər Sadiq əleyhissalam Peyğəmbərimizin torunu olaraq, Peyğəmbərimizin nəvəsi olaraq, Əhl-i Beytdən bir 14 məsumun içərisindən olan bir şəxsiyyət olaraq və elmin qapısı adlandırılan İmam Əli əleyhissalamın nəvəsi olaraq gəldi, bu yanlış sünnətləri aradan qaldırdı. Peyğəmbər necə namaz qılarmış, necə dəstəmaz alarmış, onu izah etdi. Yəni Peyğəmbərin sünnəsini, çünki Peyğəmbərin evladı idi, Əhl-i Beytdən idi. Necə namaz qılmaq lazımdır və necə oruç tutmaq lazımdır və digər əhkam məsələlərini İmam Cəfər Sadiq əleyhissalam dövründə fürsət yarandı. İmam Cəfər Sadiq əleyhissalam lazım olduğu həddə insanlara, müsəlmanlara anlattı, başa saldı. Nasıl həccə getmək lazımdır, həccin içərisində olan əməlləri nasıl yerinə gətirmək lazımdır. Bunların hər birini tək-bətək İmam Cəfər Sadiq əleyhissalam öz dövründə insanlara, müsəlmanlara çatdırdı, yetişdirdi. Üçüncü və İmam deməli Sadiq əleyhissalam dövründə imamın görəcəyi və gördüyü işlərdən, yerinə gətirdiyi işlərin ən mühüm bu idi ki, İmam Cəfər Sadiq əleyhissalam imamət mövzusunu ihya etdi, canlandırdı. İmamət mövzusu İmam Əlinin zamanında ki, Peyğəmbərimiz vəfat etmişdi. İmam Əlinin haqqı ki, aradan getdi və o səqifə məsələsindən sonra Qədir Xum olayı unutuldu. Yəni yaddaşlardan silinmişdi. Qədir Xum olayı səqifədən sonra birbaşa insanların zehnində ölmüşdü. Və Müaviyə tarixdə var ki, Müaviyə xilafətə yetişəndə, Müaviyə Həzrət Əliyə qarşı savaş elan edəndən sonra 100 sənəyə yaxın Həzrət Əli əleyhissalamın xütbələrdə Həzrət Əli əleyhissalama yanlış sözlər deyilirdi. Yəni Həzrət Əli əleyhissalama nalayiq sözlər demədən xütbə kamil olmazmış. Belə bir zehin var idi Müaviyyənin dövründə. Bu kimi məsələlər səbəb oldu ki, Əhl-i Beyt imamlarının haqqı zehinlərdə məhv oldu, yəni unutuldu. Həzrəti İmam Sadiq əleyhissalam elə bir dövrdə yaşadı ki, Bəni Üməyyə aradan getmişdi. Bəni Üməyyə xəlifələri artıq kaybetmişdi, savaşı uduzmuşdular və Bəni Abbasın da zehni və işləri başqa, öz zehinlərində mühüm olan başqa işlərə məşğul idi. Yəni fürsət tapa bilmədilər, fürsət bula bilmədilər İmam Sadiq əleyhissalamın qarşısını alsınlar. İmam Sadiq əleyhissalam bu fürsətdən istifadə etdi və İslamın ən mühüm mövzularından biri olan imamət konusunu, imamət mövzusunu bu dövrdə İmam Cəfər Sadiq əleyhissalam təbliğ etməyə başladı. Yəni İmam Cəfər Sadiq əleyhissalam birinci imam Həzrəti Əlidən ta 12-ci imam Həzrəti Məhdi əleyhissalama qədər hər birinin adını, hər bir imamın adını insanların içərisində tanıtdırdı və imamların 12 imamın haqq olduğunu və imamət konusu, imamət mövzusunun çox əhəmiyyətli və mühüm bir mövzu olduğunu insanlara ilətdi və yetişdirdi. Təsəvvür edək, İmam Cəfər Sadiq əleyhissalamın dövrünə qədər Həzrəti Əli əleyhissalamın qəbri bir əsr, yəni 100 sənə, 100 il gizli olmuşdu. Yəni ümumi cəmaat, ümumi insanlar İmam Əlinin nerede dəfn olunduğunu, qəbri nerede olduğunu xəbərləri yox idi. Bilmirlər Həzrət Əlinin qəbri hardadır. Amma İmam Cəfər Sadiq əleyhissalamın zamanında ki, bu fürsət mühəyyə oldu, bu fürsət amadə oldu, hazır oldu. İmam Cəfər Sadiq əleyhissalam
İmam Ali aleyhissalamın qabrinin yerini təyin etdi və aşkar etdi. Və ilk İmam Cəfər Sadiq aleyhissalam oldu ki, Həzrət Ali aleyhissalamın qəbrinin üzərində bəzi tamir işləri yaptırdı və insanlara tanıtdırdı. Həzrət Ali aleyhissalamın qəbrinin yanında İmam Cəfər Sadiq aleyhissalam oldu ki, İmam Əliyə aid ziyarətnamə duasını oxudu ilk olaraq. Həmçinin Mina çölündə Həzrət İmam Cəfər Sadiq aleyhissalam çox sayda cəmaat içərisində, yəni bir çox insanlar içərisində uca səslə imamət konusunu, imamət mövzusunu hər kəsin eşidəcəyi bir səslə çox şəffaf şəkildə, çox aydın şəkildə imamət konusunu təbliğ edərdi. Yəni bu da İmam Cəfər Sadiq aleyhissalamın yaptığı ən mühüm işlərdən biridir ki, imamət konusunu insanlara yenidən hatırlatdı və zehinlər ki, boşalmışdı imamət konusu haqqında, zehinlərdə bir şey qalmamışdı. İmam Cəfər Sadiq aleyhissalam bu boşalmış zehinləri yenidən imamət konusu ilə doldurdu, hatırlatdı. Dördüncü İmam Cəfər Sadiq aleyhissalamın yaptığı ən mühüm işlərdən biri bu oldu ki, İmam Cəfər Sadiq aleyhissalam Kərbala konusunu yenə də ihya etdi, canlandırdı. Kərbala konusu da aynı imamət konusu kimi, imamət mövzusu kimi unudulmuşdu. İnsanlar elə bir haldən, elə bir düşüncə ilə yaşayırlar ki, Yezid mi haqqdır acaba, yoxsa İmam Hüseyin mi haqqı idi? Yəni, bu həddə insanların zehinləri bulaşmışdı. Yezidin yoxsa İmam Hüseyin aleyhissalamın haqq olduğu haqqında tartışmalara girdilər. Yəni, düşünmürdülər ki, Həzrəti Hüseyin aleyhissalam Peyğəmbərin cənnətlə müjdələdiyi, cənnəti vaad etdiyi bir şəxsdir. Peyğəmbərin nəvəsidir, Əhl-i Beytdəndir. Belə bir şəxsin haqqında düşünürdülər ki, acaba Yezid mi haqqdır, yoxsa Hüseyin mi haqqdır? İmam Cəfər Sadiq aleyhissalam elə bir dövrdə yaşadı ki, Kərbala hadisəsini həmin dövrdə xatırlatmaq çox kolay oldu. Çünki İmam Cəfər Sadiq aleyhissalamdan öncəki imamların dövründə hətta Əhl-i Beyt davamçıları İmam Hüseynin adını belə, ismini belə dilinə gətirməkdən əba edirdi və qorxurdular ki, birdən Hüseyni dilimizə gətirsək, bizi qatlə yetirərlər. Yəni, çox qorxu var idi bu konu haqqında. İmam Cəfər Sadiq aleyhissalamın dövründən qabaq Əhl-i Beyt davamçıları kəndi evlərində çox gizlin bir şəkildə İmam Hüseynin Kərbala məclisini, İmam Hüseynin Kərbala olayına aid olan əza məclisini təşkil edərdilər. Az bir insanla, az insan sayından həmən hadisəyə işarə edərək həmin əzadarlıq mərasimini təşkil edərdilər. Amma İmam Cəfər Sadiq aleyhissalamın dövrü bayaq qeyd etdik, elə bir dövr idi ki, zalim xəlifələr kəndi işlərinə başları qarışmışdı. İmam bundan istifadə etdi bu fürsətdən və Kərbala hadisəsini kafi həddə insanlara çatdırdı və təbliğ etdi. Bir çox hədis və rivayətlər ki, Kərbalanın haqqında, İmam Hüseyni ziyarət etməyin faziləti haqqında nəql olunubdu İmam Cəfər Sadiq aleyhissalamdandır. Hədislərin birində İmam Cəfər Sadiq aleyhissalam buyurur, hər kim İmam Hüseynin şanı haqqında, İmam Hüseynin məqamı haqqında, faziləti haqqında bir beyt şeir desə, cənnət həmin şairə farz olar, vacib olar. Yəni, bu kimi hədislər çoxdur. İmam Cəfər Sadiq aleyhissalam İmam Hüseynin və İmam Hüseynin ətrafında olan həqiqi sahabələrinin fazilətini, onların yolunu kafi həddə haqq olduğunu təbliğ etdi. Yəni, bir insan buna görə düşünsə ki, İmam Hüseyni ziyarət etməklə Allah insana cənnət verər, İmam Hüseynin və Kərbala yolunun haqq olduğunu və nasıl bir mühüm bir yol olduğunu anlaya bilər. Ona görə İmam Sadiq aleyhissalam bir çox hədislər buyurdu Kərbala haqqında, Kərbala ziyarəti haqqında, İmam Hüseynin faziləti haqqında. O cümlədən bir çox
ziyarətnamələr ki, insanlar ziyarətə gedəndə, İmam Hüseynin qəbrinə yaxınlaşanda bəzi dualar oxuyurlar. Hətta Ərbəyin ziyarətnaməsi ki var, məşhur Ərbəyin ziyarətnaməsi İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilibdir. Bu baxımdan da İmam Cəfər Sadiq əleyhissalam həm insanları dua ilə və hədislə İmam Hüseynə aid olan, Kərbəliyə aid olan hədislər nəql etdi, dualar nəql etdi, ziyarətnamələr buyurdu. Aynı zamanda kəndi evində, başqalarının evlərində Kərbəliyə aid olan əzadarlıq məclislərini təşkil etmək üçün insanlara sifariş elədi, tövsiyə elədi və kəndi də bu məclisləri təşkil etdi. Və axırıncı 5-ci İmam Cəfər Sadiq əleyhissalam yapdığı işlərin içərisindən ən mühüm olanlarından biri bu idi ki, İmam Cəfər Sadiq əleyhissalam dərrakəli, aqil şiə tərbiyə etdi. Yəni, bir var insan əhl-i beyt davamçısıdır, amma yapdıqları iş düşünülmədən yapır. Yolu düzdür, amma düşünmədən bu yolu gedir. Yaptığı iş doğru olsa da, amma düşüncəsiz bu işləri yerinə gətirir. İmam Cəfər Sadiq əleyhissalam, eləcə də digər imamlar, Peyğəmbərimiz də aynı elə bir müsəlman istəyir tərbiyə edə ki, o müsəlman düşünərək bir iş yapar. Etdiyi işi, yaptığı işi dərk edib, düşünüb, ondan sonra addım atar. İmam Cəfər Sadiq əleyhissalamın ən çox tövsiyələrindən biri bu oldu ki, əhl-i beyt davamçılarına səy etmək lazımdır, bir iş yaparkən onu düşünərək yerinə gətirək. Düşüncəsiz adım atmayaq. Bu baxımdan da İmam Cəfər Sadiq əleyhissalam bizə buyurur ki, əgər əhl-i beyt davamçısı olmaq istəsəz, aqil davamçı olun, düşüncəli davamçı olun, emosional davamçı olmayın. Çünki İmam Cəfər Sadiq əleyhissalamın ətrafında olan çoğunluq da əhl-i sünnə qardaşlarımız idi. Hətta bir çox tələbələri İmam Cəfər Sadiq əleyhissalamın tələbələri əhl-i sünnədən idi. Hətta tanınmış Əbu Hənifə ki, 4 məzhəb rəhbərlərindən biridir, Hənəfi məzhəbinin banilərindəndir, böyüklərindən biridir. Əbu Hənifə İmam Cəfər Sadiq əleyhissalamın tələbəsi olubdur. Yəni, İmam Cəfər Sadiq əleyhissalam ətrafında əhl-i sünnə tələbələri də var idi. Bu baxımdan da İmam Cəfər Sadiq əleyhissalam davamlı şəkildə kəndi tələbələrinə, əhl-i beyt davamçılarına, əhl-i beyt davamçısı olan tələbələrə tövsiyə edərdi ki, əhl-i sünnə qardaşlardan bərabər olun. Onların əza məclislərində gedin, iştirak edin. Onlardan bir nəfər xastalanarsa, onların ziyarətinə gedin. Onların müqəddəs saydığı, hörmət bəslədiyi şəxslərə qarşı siz də hörmətlə yanaşın. Hörmətsizlik etməyin. Yəni, İmam Cəfər Sadiq əleyhissalam emosional yox, aqil, düşüncəli tələbi yetişdirirdi. Ən mühüm işlərindən biri də İmam Sadiqin bu olub. Hədislərin birində İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, biz əhl-i beyt imamlarının imamlığı 7 sütun üzərində qurulub. Nasıl ki, evlərin sütunları var, hər bir binanın sütunu olduğu kimi İmam Sadiq buyurur ki, əhl-i beyt yolunda, biz əhl-i beyt imamlarının da bu imamət sütunları var. 7 dənə sütun var. Və buyurur ki, bu 7 dənə sütun əgər biri əskik olsa, o şəxs bilsin ki, əhl-i beyt davamçısı deyil. Yəni mən əhl-i beyt davamçısı, kəndimi əhl-i beyt davamçısı zann edirəmsə, bu 7 dənə sifat məndə cəm olmalıdır. Onlardan biri az olsa, deməli mənim əhl-i beyt yolum yox, mənim kəndimdə problem var. Əhl-i beyt yolunda problem, sıxıntı yoxdur. Mən ki, kəndimi əhl-i beyt davamçısı zann edirəm, bu cürə bilirəm kəndimi, gərək bu 7 dənə sifat məndə mütləqa olsun. Onlardan biri budur ki, İmam Sadiq əleyhissalam buyurur, aqil şiə,
budur ki, gərək insanlarla nasıl rəftar etdiyini fərqində ola. İnsanlarla davranış qaydaları onda qorunsun. Düzgün davranmağı bacarsın insanlarla. Düzgün geçinməyi başarsın. Daha sonra buyurur, təqiyyə olsun onlarda. Təqiyyənin bir mənası budur ki, qarşı tərəfin hörmət bəslədiyi şəxslərə qarşı, müqəddəslərə qarşı insan hörmətsizlik etməsin. Qarşı tərəf hətta kafir olsa belə, onun müqəddəs zann etdiyi əşyalara və ya şəxslərə qarşı insan hörmətsizlik etməsin. Həzrəti İmam Sadiq davamında buyurur, üçüncü sifat budur ki, dostluğu bacarsın. İnsan hər kəsdən dost olmağı bacarsın. Rivayətlərin birində var, İmam Cəfər Sadiq əleyhissalam tələbələrin bir kaç nəfəri kəndi ilə götürür, deyir, gedək, bir mahallə var, orada az insanlar var, onlara əkmək verək, ehsan verək. Yaxınlaşanda həmin məhəlliyə İmam Cəfər Sadiq əleyhissalamın tələbələrindən biri buyurur ki, ey imam, bu əkmək verdiyin şəxslərdən biri bizlərdən deyil, Əhl-i Beyt davamçısı deyil və səni qəbul etmirlər imam olaraq. İmam Sadiq əleyhissalam buyurur, mən kəndim bilirəm, mən xəbərim var ki, bu şəxs məni imam kimi qəbul etmir və bizim dindən, bizim məzhəbdən deyil. Amma mən bilirəm, o acdır. Biz Əhl-i Beyt imamlarının görəvi də yalnız Əhl-i Beyt davamçılarına hizmət deyil. Biz Əhl-i Beyt imamları bütün insanlığa hizmət etmək üçün göndərilmişik. Yəni, hər kəsdən dost olmağımız farzdır. Üçüncü sıfat ki, İmam Sadiq əleyhissalam buyurur, daha doğrusu dördüncü xüsusiyyət ki var, buyurur, İnsan gərək ədəbli ola. Ədəbi heç bir zaman unutmaya. Hər kəsdən ədəbdən davranmaq lazımdır. Dinindən və məzhəbindən asılı olmayaraq. Beşinci, sa'i etmək, yəni dünyada yaşadığımız və gücümüz olan miqdarda nə qədər ki Allah bizə güc verib, insan gərək sa'i edə, zahmət çəkə. Hədislərin birində var ki, Allah Teala hədisi qudüsdə buyurur ki, mən xəstəliyi olmayan, sağlamlığı yerində olan, amma çalışmayan gənclərdən xoşum gəlməz. Yəni, sa'i etmək Əhl-i Beyt davamçılarının xüsusiyyətlərindən biridir. Altıncı sıfat ki, Əhl-i Beyt davamçısı olmaq üçün İmam Sadiq buyurur, bizim Əhl-i Beyt imamlarının deməli, evi bağlıdır bu 7 dənə sütuna, 7 dənə əmələ. Altıncısı budur ki, insan sa'i etməlidir, kəndi nəfsini qorumalıdır. Vəra olmalıdır insanda. Vəra yəni qorunma. İnsan kəndini günahlardan qoruma gücünə sahib olmalıdır. Əgər insan kəndini, nəfsini qoruya bilmirsə, hər bir günah qarşıya gələn kimi o günaha tərəf adım atırsa, deməli o insan Əhl-i Beyt davamçısı deyil. Və 7-ci və sonuncusu budur ki, insan xoş əxlaq olmalıdır. İnsan davranışı gözəl olmalıdır hər kəslə. Hər kəslə gözəl davranmalıdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur, bu 7 dənə əməl biz Əhl-i Beyt imamlarının evinin sütunudur. Əgər bunlardan biri əskik olsa bir insanda, o insan Əhl-i Beyt davamçısı ola bilməz. Deməli, Allah bizə yar və yardımcı olsun. İnşallah bu sayılan sifətləri kəndimizdə cəm edək və mövzumuzun qısa və xülasəsi buydu ki, İmam Cəfər Sadiq əleyhissalam yaşadığı dövrdə bir çox İslama, Qurana və müsəlmanlar bir çox hizmətləri oldu. Onların ən mühimi İmam Cəfər Sadiq əleyhissalamın yaptığı hizmətlərdən və gördüyü mühüm işlərdən ən mühimini 5 dənəsi idi. Biri buydu ki, İmam Cəfər Sadiq əleyhissalam Quranın təfsirini yenilədi və diriltdi. Quranı daha yaxşı anlamaq üçün bir çox hədislər buyurdu. İkinci buydu ki, İmam Cəfər Sadiq əleyhissalam imamət konusunu yenidən canlandırdı, insanlara hatırlatdı və zehinlər ki, boşalmışdı imamət mövzusundan, İmam Sadiq əleyhissalam yenidən
imamət mövzusunun əhəmiyyətli olduğunu insanlara çatdırdı, anlattı. Üçüncü buydu ki, İmam Cəfər Sadiq əleyhissalam Peyğəmbərin sünnəsini yenidən ihya etdi. Peyğəmbərin sünnəsi bir çox əməllər, Peyğəmbərin sünnəsində olan əməllər unutulmuşdu və ya yanlış tərəfə getmişdi. İmam Cəfər Sadiq əleyhissalam onları yenidən diriltdi. Dördüncü Kərbəla hadisəsini yenidən canlandırdı. Yenidən Kərbəlanın əhəmiyyətini insanlara ilətdi və çatdırdı. Və beşinci İmam Cəfər Sadiq əleyhissalam aqil, dürüst düşünən və elmli Əhl-i-Beyt davamçısı və tələbələri yetişdirdi. Allah Teala bizə yar və yardımcı olsun inşallah. İmam Cəfər Sadiq əleyhissalamın və digər imamların inşallah davamçılarına olaq. Vəssalamu aleykum və rahmetullahi və barakatuhu.